Fevralın 18-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaradılmasının 33-cü il dönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümumilli lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Sonra Yeni Azərbaycan Partiyasının inkişaf yolundan bəhs edən video çarx nümayiş olunub. Sadiq qalaraq, uğurla, inamla inkişaf edir. Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Nigar Arpadaraye, YAP Veteranlar Şurasının üzvü Auditorlar Palatasının sədri Vahid Novruzov, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, YAP Mərkəzi Aparatının İnformasiya Texnologiyaları və İctimaiyyət ilə Əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, Şəhid Murad Qurbanovun anası Mehriban Əmrahova, Vətən Müharibəsi qazisi Ramin Şirinov çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının, həmçinin YAP Səbail rayon təşkilatının ötən müddət ərzində keçdiyi zəngin və şərəfli inkişaf yolundan bəhs edilib. Diqqətə çatdırılıb ki, təsis olunduğu gündən Azərbaycançılıq ideologiyası əsasında milli maraqlara əsaslanan məqsədyönlü fəaliyyət göstərən partiya, xalqın etimadını qazanaraq Ümumxalq Partiyasına çevrilmiş, ölkəmizin əldə etdiyi uğurlarda müstəsna rol oynamışdı. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ərazi bütövlüyü və mütləq suverenliyinin bərpasına nail olan Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyd olunub ki, bugün Yeni Azərbaycan Partiyası Azərbaycanın hər tərəfli inkişafına mühüm töhfələr verir. Sonra partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub. Sonda bədii hissə təqdim olunub.